Salam, yenə bir səyahət vloquma xoş gəlmisiniz. Avtobusa girdilər, dedilər ki, pasport kontrol edəcəyik. Amma yəni İsveçrə, İtaliya sərhədində dedilər ki, pasport kontrol edəcəyik. Amma bizə toxunmuyor. Biz dedik ki, necə yəni, dedim ki, sizə böyle fikirləşdik ki, niyə toxunaq sizə? Sən demə, avtobusa it sanacaqlarmış, onu belə ki, toxunmuyor onlara. Həm itdən narkotik içədi, hamıra bir inədi. Bir nəfər düşürdülər. Hə, bir nəfər düşürdülər. Bizə olan oturacağını axtarırlar polislər. Bilmirik nə olacaq. Amma sənədlərimizə... Nəzinə qədər it gəldi, təkcə nəzini ilə getdi. Arkadakı insanlara it getmədi də, yəni əgər kimsə arkada oturanlardan biri narkotik çəkirdirsə, bu dəqiqə o çox sevinir. Şabatlar çox məşhurdur. İsveçrəndə. Hələ çantalarımızı hostelə qoymamışıq, amma sadəcə marağımızdan ilk gəldiyimiz yer McDonald's'dır ki, bahaymış. 18 frank nə qədərdir? 20-21 avro. 20-21 avro da bahaymış da yəni. Bağlı ilk Avropada qurulan körpüdür, taxta körpü və üstü də bağlıdır. Yəni və daha sonra yanğında düşərək bu körpü yanıqçıl olur. Öyrəndiyimiz bir məlumata görə İsveçrədə oturum almanın ən rahat yolu dinini dəyişdirməkmiş. Sənət Türk oğlanı idi və TikTok'da axtarış yerinə yazsaz ki, İsveçrədə oturum almaq ilk çıxacaq videolardan biri oldu, yəni Türkçə yazsaz. 3-4 tane belə video görmüşəm. Videoda deyirlər ki, əgər dinini dəyişib Hristiyan olsan, kilsəyə gedib ritualları eləməzsən, daha rahat oturum ala bilirsən yəni. %80 şansın artır. Belə bir məlumat. Jesus. Uca İsa bizi qorusun. Amen. Məryəm ana bizi tutsın. Gəldik, hostel çox bəyəndik. Nə qədər vermişik? Gecəsi 41 avro, 7 nəfərlik qadın otağı və kapsul hosteldir bizim. Şəraiti çox əladır da. Yəni məncə 41 avroya qala biləcəyimiz ən yaxşı yerdə qalırıq. Məlumatlandırma. Zürixdən başqa İsveçrənin bütün şəhərlərində qaldığınız otel, hostel, nədə qalırsınızsa, pulsuz ictimai nəqliyyat kartı tələb edə bilərsiniz. Hamısında var ondan və bizim maillərimizə belə bir kart göndərdilər, göstərin. Və burada hansı oteldə qaldığınız və neçə gün etibarlı olduğu yazılır. Bunu kontrolçulara göstərib rahatlıqla istifadə edə bilərsiniz. Yəni piyada bu mənzərəyə doğru gəzirib, yəni zoomlaya bilərsən nə zaman zəhmət olmasa. Baxın. Necə də gözəl ilahi. Gözəl görünür. Bilirsən hansı səhnəyə oxşuyur bu səhnə? Kemal Sunalın bir dənə səhnəsi var. Əgər gəzdiyim, gördüyüm ölkələr arasında favori elan eləyirəm artıq rəsmi olaraq. Sən nə düşünürsən? Mən düşünürəm ki, bu səhv etmirəmsə, mənim yubileyimdir bu arada, 15-ci ölkəmdir. Və gəzdiyim heç bir ölkəyə oxşamır. Yəni Avropa deyəndə insanlar belə bir yer təsəvvür edir, təmiz, qəşəng, amma deyil yəni. Bir çox ölkə elə deyil. Bakı məsələn çox şəhərdən daha təmizdir, daha qəşəng görsənir. Amma bura həqiqətən Avropa hissiyatı verir. Və o güvən hiss elətdirir. Məsələn, mən İtaliyada sumkamı və telefonumu belə tutub gəzə bilmirəm. Qeyd edeyim ki, bura Ruzenin Oltanudur. Gəzirik hələ indi. Mən şokolad mağazininə yüksəldim. Çaydan da oraya girək. Girərik yəni. Bilirsiniz ki, İsveçrə şokoladlarıyla məşhurdur. Şokolad, pendir. Bıçağı, İsveçrə bıçağı daha doğrusu. Şəkilli bir binalardır. Baxın, belə. Bu da Leman. Mənim gözəl mənzərəm. Necə gözəl görünürsən bu arada. Bu da mən. Lemanın şəklini çəkməyə çalışırdım. Şəhərin gözəlliyi həqiqətən məni məndən alır da yəni. Mən deyəsən aşiq oldum. Kaş bu kilsə olsaydım, baxın. Bu ördək məndən daha xoşbəxtdir. Buna and içə bilərəm, sübut edə bilmərəm. Əsas tarixi abidə Royex'in binası. Mən niyə qışqırıram? Ama senin gibi
Sən dediyin də mənim hərəkətlərimin uyğunsuzluq. Maaşınız buranın pulu ilə olsa həqiqətən qiymətlər normaldır yəni. Marketdə əslində sadəcə çörək almağa girmişdik, amma marketdə o qədər fərqli çeşidlər və maraqlı məhsullar var ki, bayaqdan marketdə gəzirik. Sezar salatı, yəni biz Bakıda yediyimiz salat əslində Sezar salatı deyil. Sezar salatının içinə bunu qatırlar və çiğ yumurta, bunları əzirlər, sos düzəldirlər. Doğrudan. Əsl resepti bundan olur və bu və çiğ yumurta. İrənc. İrənc gəlir. Türk məhsulu gördük, amma Azərbaycan görmədik. Azərbaycan məhsulu məncə burada olmaz, inanmıram. Sokar var da burada o bəs. Hə, hər yerdə bu arada sokar var. Çox gördük. Videoda çəkmişəm deyəsən. Nəysə belə qürur. Eşitdi. Eşitdin də? Sən niyə anqırdın? Eşitmədi bu arada. Eşitmədi. Mən də olduğumu saymıram. Ama insanlara kompliment eləmək pis bir şey değildir. Xahiş edirəm. Kompliment eləmək bir şey deyil, amma üzlərinə. Bizə deyilən bir şey ki, o insan o komplimentdən xoşbəxt olsun. Eşitmədi də, nə var burada? Onsuz da Hə, birisi... deyirəm, komplimenti üzünə eləyərdin də. Olsun, amma eşitmədi. O da xoşbəxt olardı. Mən yavaş dedim. Madem Sən kompliment qışqırdın ki, eləmək eşitdi. Elə deməsəydin, heç o eşitməmişdi. Mən dediyimdə eşitmədi, sənin dediyində eşitmədi. Amma kompliment üzə olmayan bir şeydir. Mən bəlkə üzə deməyə utandım. Onda o kompliment olmur. Havasız bir vlog çəkə bilməmək zarafat deyil. Gəlmişik hostelə, yemək yeyirik, axşam yeməyi. Yəni bir dənə həqiqətən hostelimizə baxın. Görün necə romantik bir atmosfer var. Hə, səni çəkirəm, nuş olsun canım. Baxın, ətraf belədir də, yəni. Siz heç deyərsiniz bura hosteldir. Mənim deyəsim gəlmir. Elə bilirəm ki, hansısa bir restoranda oturmuşam, yəni həqiqətən. Özdə şəhərə baxır da, yəni mənzərəmizdə. Bunu yox olmazsın, sən qızım unutdum. Belə. Bu. Bu. Belə sarımsaq Ne şirindir. Bir də nə edirəm? Hə, bildim. Onlardandır. Maraqlı görünür. Qəşəngdir. Maraqlıdır, dadlıdır. Kebab. Qəşəngdir. Bir dənə səskə aldıq, yoxladıq və bəyəndik. Çox dadlıydı. Yəni həqiqətən sadəcə 2 nəfərə bir dənəsini aldıq, böldük yedik ki, zaten həm toxuq, həm də sadəcə dadına baxmaq üçün idi. Bəyəndik. Nə qədər pul ödədik? 8 avro. 7.50 ya da 8.50. Hə, 8.50 belə civarı. 7.50. Nəysə də yəni bir dənə səskəyə 18-19 manat vermişik, bir anlıq o yadıma düşdü. Hə, 5 frankımız oldu. Belə görünürmüş frank. 5 frank belə görünürmüş. Bu dəqiqə çox xoşbəxtəm. Həyatımda ilk dəfədir frankım oldu. Yeməyin sinema gəldik bura. Yenə insanların heç nəfərə aldığı bir menüyü biz 2 nəfər üçün aldıq. Yoxlamaq üçün. Nə qədər ödədiniz? 14 frank. Yəni hardasa 16-17 avro. Birindən ayaq qoxusu gəlir. Ləman yoxlayır. Yeməyimiz belə görünür. Yaxşıdır. Hə? Qardaşa tutaq. Ləman bəyəndi. Qardaşın dadına bax, səni gözəl. Bu pendir niyə bu qədər böyüdülər onu bilmədim. Sən bəs böyüdüləsin nəsə gördün mü pendirdə? Amma yəni bir çox pendir əritsən bu dadı verməz ki, yəni elə düşünürəm. Yəni də şəhərin ən viblayan Christmas marketinə gəlmişik. Dəhşət çox adam var. Maraqlı görünür və dadlı görünür. 100 qramı 7 frank. Hətta 7.50. Yəni 8-ə qədər. Hə. Oy, çox bahadır. Nəsə sizə ümumi ətrafı göstərim. Baxın. Siz də vibelayın. Bu Christmas market gölün kənarında yerləşir. Baxın, insanlar belə otururlar burada. Çox maraqlıdır da, yəni həqiqətən gördüyüm ən fərqli auralı Christmas marketdir məncə. Bu dəqiqə gözünüzə bir şirniyyat kəsdirdik. Alaq, məncə alaq. Biz də deyirik ki, bu lokuma oxşuyur. Yunan lokumu. Yəni əslində nəysə indi burada
Müharibə düşməsin. Məncə bu qiymətə gəlmir bu arada. Məncə qəşəngdir bu arada. Çox qəşəngdir. Çox. Pul vermişsən belə bu. Yox, qəşəngdir. Qəşəngdir, amma bu pula dəymir. Olsa yediyimiz heç verdiyimiz heç bir pul heç nəyə dəymir. İçlərində məncə yaxşı budur. Pendirdənsə bu yəni məsələn. O heç, amma nə bilim. Demək, buradakı marketlərdə götürdüyümüz qabı qaytarmaq üçün bizdən depozit pulu alırlar. Yəni məhsuldan biraz artıq ödəniş götürürlər. Sonra onu qaytarandan sonra bizim pulumuzu qaytaracaqlar. Yəni baxın belə Bu qab yəni başqası üçün istifadə olunacaq yəni. məncə geri dönüşüm üçün istifadə olunur. Nəsə də belə bir nəsə verdilər bizə. Bunu aparıb ona verəcəyik. O bizim pulumuzu qaytaracaq. Yəni bir depozit götürüb bizdən. Bunu da bayaq biz bir içki almışdıq. Onu stəkanda vermişdilər. Amma yazılan qiymətdən 5 avro çox ödəmişdik. Frank. Elə avroda elə demək olar ki. Nəsə getdi. Stəkanı qaytaranda bir də gördüm mənə 5 frank verdilər. Mən başa düşməmişim ona qədər. Bu arada Türk lokumu ilə heç bir fərqi yoxdur indi. Yəni. Kopyala yapışdır. Burada yaxında gəzirik, amma hələ də gəzib qurtarmamışıq da. Və görmədiyimiz stendlər hələ də var. Yemək çeşidi dəhşət çoxdur. Yəni ağlımıza gələ biləcək hər cür yemək burada var da. Hətta baxın. Yəni bilmirəm, çox qəribə. İlk dəfədir bu qədər çeşidliliyi bol bir Christmas market görürəm. Şu ana tuplardayım. Əlim flaşa qoymuşlar. Hə? Bu da bizim yeni yıl ağacımızdır. Bizim ama. Yeni yıl değil bunlar için. Bunlar tüm milad ağacıdır. Üstünde özde Nəzrinin yeni dininin ağacı. Bəli, milad bayramınız mübarək olsun əziz Hristiyan dedi. Neyse. Baybla. Depozitlerden kayıdan pullardan şapal kaldı. Thank you. Yol məhz olaraq o pullar pulsuzuydu. Bizə göydən gəlmişdi. Bizə pul vermişdilər. Bizə getdik, şaval daldı. Çox da yaxşı bir pulumuz yox da. Olsa nə yeyərdik. Ama ben onu bilmem ki. 5 dənə şey yedik bizlərdən. Ha, ben onu bilmem ki. Gələn mən həqiqətən heç nə yeyəməyəcəm. Yaxşı ki evdə makaronum var idi 200 paska. Ancaq makaron yeyərəm. Necədir? Mən də. Götürəmirəm. Qalırdım. Biz 5 nəfər idik və o evdə mən yayda Bakıya qayıtdım. 2 ay olmadım da mən İtaliyada o evimdə. Neyse mən də buzxanadan şabaladım və ətim qalmışdı. Buzluqdaydı. 3 dənə qoydum, getdim. Sonra gəldim bir dənə bizim evə bir nəfər gəlmişdi. Təzə bir insan. Və mən onu sadəcə 20 gün falan gördüm. İtalyan deyilsən? Hə, İtalyan. Və bu götürüb mən olmayanda mənim şabalımı və qiyməmi yeyib. Başqa şeylər də, onlar da yeyib. Və bunu mənə demirdi. Tavamı da yandırıb. Amma şef İtalya restorana şeflik edirdi. Nəysə, mən şabalıqlarımı yedim, amma 1 kilo şabalık mamam təmizləmişdi. Restoranda şef işləyirmiş. Mamam 1 kilo şabalığı öz əlləri ilə təmizləyib mənə vermişdi, onu yedi. Sonra da üstsüz dedi ki, mən şabalıqları yemişəm. Getdim mənə dənəsi 20 sentə olan ucuz çakma anormal yoğurtlar gətirdi. Dedi ki, şabalığın ətini yemişəm, ala yoğurt. Və bir dənə bal verdi mənə. Məsələn, Bakıda ətin kilosu 18-20 manat. Market balı. Və o market balı da yəni 3 avro falandır da. Və o mən də dedim ki, ehtiyac yox idi yəni, amma elədiyin xoş bir şey deyil də. Nəysə, bunları qoydum mənim üçün mənim şkafıma. Sonra 2 gün keçdi, balı geri aldı. Yəni Sən nə? Mən onsuz dedim, mənim rəfimə qoydu özü. Sonra getdim gördüm ki, balı özünə götürüb özü istifadə etməyə başlayır. Bu şəhərdəki 3-cü Christmas marketdir.
Yəni göstərəcək çox da nəsə yoxdur deyə göstərmirəm. Amma hə, mənzərə olaraq, yer olaraq gözəldir. Amma ən az insan olan Christmas market bu oldu. Ən çox bundan əvvəlki idi. Çünki aralarında cəmi 200 metr var. Eynən. Mən çox maraqlıdır ki, eynən ümumiyyətlə balaca bir şəhərdə niyə 3-4 dənə Christmas market var? Və hamısının da içində demək olar ki, eyni stendlər var. Maraqlıdır sadəcə. Christmas marketin digərlərindən tək fərqi buz meydançasıdır, hə? Azərbaycan. Ülkeden Keyvan. Everyone says that. Kapanı kollegino. Ləmanı İranlılara oxşatdı. Despacito mudur peki? Christmas marketin digərlərindən fərqi odur ki, hər stend ayrı bir ölkənin mətbəxindən məhsullar satılır. Məsələn, baxın, Portuqaliya, bu Türkiyənin stendidir. Yəni, çox maraqlı görünür. Bir dənə avtobus dayanacağının mənzərəsinə baxın. Yəni, nə deyim? Alam, sabahınız xeyir. İtaliyadan gətirdiyimiz sendviç pendirinlə səhər yeməyimizi edirik və birazdan hosteldən çıxacaq. Aldığım ən bahalı açarlıqdır həqiqətən. Çünki 7 frank ödədim buna. Amma çox bəyəndim. Zaten burada tapa biləcəyim ən ucuz açarlıq bu idi. Məşhur maddələrindən biridir. Maqnitə 8 frank verəndən bəri yaxşı deyiləm. Açarlığa da 7 frank vermişdim. Aldığım ən bahalı maqnit və açarlıq idi. Neyse, ona görə də ən sevimlilərim oldu. Çünki bahalıdır. Oldu, hədiyyələrə 90 manat pul xərclədim. Ürəyim ağrıyır. Mən nə qədər xərclədim? 60 manat. Hə. Mən də 60 manat xərclədim hədiyyələrə. Of, hədiyyə almaq nə bilim. Gözəl bir şeydir. Amma bizə veriləndə. Bir qala var. O qalaya çıxanda şəhəri tam mənzərə ilə görürsən. Məktəb bağlı göstərir, amma gəldik. Baxaq görək içəri girə biləcəyimi. Orada saat var, saat qülləsi var. Bu şəhərin ən qədim saatıdır o. Və o saat şəhərdəki digər bütün saatlardan 1 dəqiqə daha tez. 1 dəqiqə qabağa qısası. Niyə ki? Yəni hər tamamda 1 dəqiqə daha tez zəng çalır. Mənzərənin gözəlliyi ilə baş-başa buraxmaq istəyirəm. Yəni həqiqətən inanılmazdır. Özümün nağıllar aləmində hiss edirəm. Bir dəqiqə özümü göstərmək istəyirəm sizə. Bacılarınız burada yenə vibe'layır. Qala bağlı idi deyə girə bilmədik. İsveçrəli pişiyimizlə tanış olun. Canım, bizi saymır, görsən. Bax da, İlkçi pişikdir bu. Çox gözəldir amma. İsveçrədə pişik olaraq doğulduğumuz kainat. Necə gözəldir. Bu evin baxdığı mənzərəyə baxın. Əsl vibe'lamalıq balkonda. Hosteldə qalırıq deyə bundan da pulsuz istifadə elədik. Yəni məncə 10-10 jestdə, yəni həqiqətən həm nəqliyyatdan pulsuz istifadə elədik, həm bundan pulsuz istifadə elədik. Yəni xərclədiyimiz ən yaxşı 41 evro. Baxın, mənzərə də gözəldir. Düz bu təpənin başında bir dənə otel var, arxamda göstərməyə çalışdığım bu otel. Əsrlərdir burada da, yəni şəhərdən biraz kənarda olan mola gəlmişik və həqiqətən heç yerdə görmədiyim fərqli məhsullar var, amma bu tip markaların qiymətləri demək olar ki, adətən bir-birinə yaxın olur. Amma müqayisədə buradakı qiymətlər həqiqətən bahadır. Hostelə gəlib İtaliyadan alıb gətirdiyimiz nudulu yedik. Bu səfər vibe'layamırıq. Ümumi bu şəhəri çox bəyəndim. Yəni, indi sabah Zürixə də gedəcəm. Zürixlə müqayisə edərəm. Bu şəhər mənim üçün 10-10'dur. Mən də həm də şəhərləri yaşanıla biləcək ya da yaşanıla bilməyəcək olaraq da dəyərləndirirəm. Məncə bu şəhərdə çox da gözəl yaşanılardır. Əlbəttə ki, burada işləyirsinizsə.
Amma kənardan gələn birisinizsə, burada yaşamaq mümkün deyil. Kaş burada doğsaydım, burada yaşasaydım. Yəni ilk dəfədir ki, heç bir mənfi görmədiyim şəhərdə də, yəni tək problem çox baha olmağıdır. O da ki, biz burada yaşamırıq deyə bizə baha gəlir. Burada yaşayanlar üçün düşünürəm ki, normaldır. Yəni belə. Hələ ki, getdiyim yerlər arasında ən sevdiyim buranı elan edirəm. Mən Ləmanla da fikirlərini soruşmaq istəyirəm. Mən Ləman xanım. On. Elə bu? Hə, Başqa heç nə deməyəsən? zövq almaq istəyirəm. Neysə. Ləman bizi qırdı. Belə yəni. Bu qədər idi bu şəhər vloqumuz. İzlədiyiniz üçün təşəkkürlər.